Salam dostlar. Bu günlər sizə Sakit bəyi təqdim edirəm. Sakit bəyi təxminən 1 il bundan öncə postoperativ böyük ölçülü ventral yırtıqla əməliyyat eləmişdik. Əməliyyata gəldiyi müddətdə Sakit bəyin çəkisi təxminən 94 kilo idi. Əməliyyat elədikdən sonra biz Sakit bəyə tapşırdıq, sağ olsun. Deyilənlərə çox yaxşı, ciddi əməl eləyib. İndi 84 kilodur. Görürsünüz necə qələm kimi maşallah tamam oldu. Özələcə siz. Sağ ol, Allah istiyorsun. Bu insan göz önündə olan bir nümunədir, real nümunədir. Ona görə kiminsə qarnında yırtıq varsa, mütləq və mütləq əməliyyatdan sonra öz çəkilərindən ən azı 5-10 kilo arıqlamalıdır ki, əməliyyat yerini rahat qoruna bilsin. Hal-hazırda Sakit bəyin proses müayinəsindən keçdik. Heç bir narahatçılığımız yoxdur. Şükürlər olsun, belə də davam edə keçmiş olsun. Sağ ol, Allah razı olsun. Sağ ol. Sağ ol.